gender bərabərliyi qadın və kişi qruplarının eyni dərəcədə həyata keçirilməsi, bundan başqa onların öz həyatlarını davam etmələri üçün lazımi şəraitin, bərabər şəraitin təmin olunmasıdır. Digər bir tərəfdən, Nasional Muxtar Respublikasında gender bərabərliyi ilə bağlı, ümumiyyətlə, Muxtar Respublikada gender siyasətinin həyata keçirilməsində xüsusi diqqət yetirilir. Komitə tərəfindən genderlə bağlı müxtəlif maarifləndirici təlimlər və tədbirlər həyata keçirilir. 29 dekabr 2025-ci il tarixdə Azərbaycanda gender bərabərliyi üzrə təminatlarla bağlı 2026-28-ci illər üçün Milli Fəaliyyət Planında təsdiq olunmuşdur ki, həmin Milli Fəaliyyət Planına əsasən Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə müəyyən öhdəliklər qoyuldu ki, bu öhdəliklər də demək gender bərabərliyinin təşviqinin daha da artırılmasına, digər tərəfdən maarifləndirmə işinin daha da artırılmasına və həmin bu maarifləndirmə işində genderin həm bizim insanlara, həm də ümumi təhsil orta məktəblərindəki şagirdlərə, eyni zamanda idarə və təşkilatdakı demək işləyən şəxslərə daha ətraflı məlumat verilməsi ilə əlaqəlidir. Bundan başqa gender komissiyaları yaradılıb və gender komissiyaları yanında işçi qrupları da artıq yaradılıbdır ki, bu işçi qrupları da genderlə bağlı koordinasiyalı işlərin görülməsində öz töhfələrini verirlər. Əksər hallarda insanlar bu fərqləri problem kimi görmür. Çünki bu düşüncələr illər boyu formalaşıb və artıq bir növ norma kimi qəbul edilir. Amma mütəxəssislər bildirir ki, gender bərabərliyi yalnız hüquqi deyil, həm də sosial və psixoloji məsələdir. Yəni qanunlarda bərabərlik olsa belə, düşüncə dəyişmədikcə real həyatda bu balans tam qurulmur. Bir çox hallarda qadınlar daha çox məsuliyyət daşısa da, qərar vermə prosesində eyni dərəcədə iştirak edə bilmir. Kişilər isə bəzən cəmiyyətin formalaşdırdığı düşüncələrə görə öz emosiyalarını belə sərbəst şəkildə ifadə etməkdə çətinlik çəkirlər.